bir test edirlər. Eyni filmi müəyyən bir qrup insan sadəcə ingilis dilində izləyir, altyazısız. Müəyyən bir qrup insan öz dilində altyazı ilə izləyir və digər üçüncü bir qrup insan ingiliscə altyazı ilə izləyir. Və bu üç qrupdan ən çox nəticə alan, ən çox qazanc əldə edən ingilis leveli üçün ingiliscə altyazı ilə izləyənlərdir. Bu biraz şaşırtıcı gələ bilər. Mən əvvəl düşündüm ki, öz dilində altyazı ilə izləyənlərdir, amma deyilmiş. İkinci ən çox level atlayanlar öz dilində altyazı ilə izləyənlərdir və üçüncü olaraq ən az level atlayanlar da sadəcə altyazısız izləyənlərdir. Belə, bunu qeyd etmək istəyirəm ki, siz ingilis dili öyrənərkən istifadə eləyin mütləq listeningdən. Hər yanınızda, hər şeydə, mahnılarda, filmlərdə, kino, hər yerdə listening olmalıdır. Çünki ikinci qaydamıza